Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi, hazırda iqtidarda olan Mülki Müqavilə Partiyasının parlament seçkilərində qalib gəldiyini elan edib. O, jurnalistlərin qarşısına çıxaraq sualları cavablandırıbdı. Həmçinin dediyim kimi qələbəsini də elan edibdi. Azərbaycan və Türkiyə ilə bağlı da fikirlər səsləndirib, bundan sonra nə olacağını deyibdi. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın. Məlumatlarımız hər kəsin qarşısına çıxsın. Paşinyan bildirib ki, partiyası böyük səs çoxluğu ilə qələbə qazanıb. Buna görə də koalisiya olmayacaq. Hökuməti tək başına formalaşdıracaqlar. O seçicilərə təşəkkür edib bildirib ki, 2021-ci il seçkiləri ilə müqayisədə partiyası daha çox səs qazanıbdı. Həmçinin o, Azərbaycan və Türkiyə ilə bundan sonra da mövcud siyasi kursun, yəni sülh danışıqlarının, sülhün bərqərar olması istiqamətində kommunikasiyaların açılması, müəyyən layihələrin gerçəkləşdirilməsi istiqamətində siyasi kursu davam etdirəcəyini də bildiribdi. Bəli, indi görəcəyik bundan sonra Paşinyan sözünə nə qədər düz çıxacaq. Bəyənin, paylaşın.